Salam, xoş gördük hər birinizi. Elin gözü tərəzidir deyirdilər. Məncə o bir balaca sadə səslənirdi. Elin gözü ən düz, ən dürüst, ən təmiz tərəzi imiş. Mən keçən səfərki videolarımda bunların gözümlə şahidi oldum. Sizdən aldığım təşəkkürlər, sizdən aldığım sevinç, sizdən aldığım motivasiya dolu mesajlar, şərhlər, inanın Allaha mənə o qədər gözəl motivasiya veribdi ki, mən sizin üçün yalnız planlar hazırlayıram. İllərlə çox böyük məbləğlərə aldığım catering sahəsində olan dərsləri sırf bu kanal vasitəsilə zamanla sizə proqramlı şəkildə keçməyi düşünürəm və siz mənə o qədər gözəl motivasiya, o qədər gözəl təəssürat bağışlamısınız ki, əslində zəhmətimin dəyərləndiriləcəyini bilirdim, amma bu qədər qısa bir müddət ərzində sizin kimi halal qazanc əldə etmək istəyən, zəhməti ilə pul qazanmaq istəyən insanlar tərəfindən mənim bu qədər gözəl şəkildə dəyərləndiriləcəyimi, bu qədər qısa zamanda dəyərləndiriləcəyimi, yəni bir balaca yaxşı mənada məni təəccübləndirdiniz. Bir yandan da bir balaca məni peşman elədiniz. Nəyə görə? Çünki bu kanalı yaratmaq üçün mən bəlkə bir ildən çoxdur ki, yəni fikirləşirdim ki, yaradımı, yaratmamı, görəsən insanlar üçün maraqlı olacaq, olmayacaq. İnanın Allaha, o bir il ərzində bu qədər düşünməyim və konkret olaraq məni peşman elədiniz, yaxşı mənada. Çox sağ olun, yaxşı ki varsınız, yaxşı ki mən bu kanal vasitəsilə YouTube ailəmi yaratdım və bu ailəmə sizin kimi gözəl, halal zəhməti ilə pul qazanmaq istəyən, zəhmətkeş insanları tanıdım və mən xalqımı bir növ tamam başqa bir sahədən sevməyə başladım. Zaten vətənimin dəlisiyəm mən. Xalqımın qeyrətli oğlanlarının, qızlarının ən gözəl həyat yaşaması üçün nə qədər də olsa fayda verməyə, özümə borc bilən insanam. Çünki hədsiz dərəcədə çox vətənimə, xalqıma bağlı bir insanam və mənə bir növ təkan verirsiniz ki, bizə daha da çox şey öyrət, biz də sizin kimi irəli gedək. İnanın Allaha ki, mən də bundan sonra bu kanal vasitəsilə çox baha məbləğə mənə başa gələn bütün təlimləri tamamən təmənnasız sizlərin hər birinə sevə-sevə keçməyə söz verirəm. Səsimə görə də sizdən çox-çox üzr istəyirəm. Əslində bu vəziyyətdə danışmaq istəməzdim. Üstünüzə sağlıq olsun, mən bir balaca allergiya olmuşam deyə və allergiyanın da müddəti çox uzun çəkirdi. Mən sizi çox gözlətməmək məqsədi ilə məcburən, yəni bu vəziyyətdə bu səslə sizin üçün video çəkmək məcburiyyətində qaldım. Səsimə görə çox-çox üzr istəyirəm. Üstünüzə sağlıq olsun. Amma məqsədim video çəkmək deyil də sizi çox gözlətməməkdir. Ümid edirəm ki, məni düz başa düşəcəksiniz. Əzizlərim, indi isə keçirik. Keçən səfərki videolarda sizə qaranlıq qalan məsələlərə ən çox sual verilən, soruşulan mövzu oydu ki, tavalara hardan almışam və hansı markadandır. Əzizlərim, tavaların hansı markadan olması, hansı firmadan olması, hansı məbləğə olması, haradan alınması fərq eləmir. Əsas odur ki, siz alanda tavanın üzərinə baxın, səthinə baxın. Səthi bir balaca yumuşaq olmalıdır, əlviz sürüşməlidir. Böyle soft deyirlər də ona. Çox yumuşaq və həssas olmalıdır. O yumuşaqlığı hiss eləsəniz, %90 o tavalar çox keyfiyyətli olur. Mən məsələn o tavaları 10 manata almışdım cəmi cümlətanı. Hardasa 2 ildən çoxdur ki, istifadə edirəm və çox da razıyam. Yeri gəlmişkən tavaların düzgün təmizlik qaydasını da növbəti videoların birində araya salıb sizin üçün bir təlim xarakterli, mini təlim xarakterli bir video çəkəcəm, paylaşacağım ki, həmin tavalarının ömrünü necə uzatmaq mümkündür. O haqda da təlimimiz olacaq inşallah. İndi isə keçirəm öz sualımıza. Əsas tavanın keyfiyyəti əvvəldə qeyd etdiyim kimi sizə təəssürat bağışlayırsa, məbləğindən asılı olmayaraq, markasından asılı olmayaraq siz hər hansı bir tavanı seçim edə bilərsiniz. Amma əgər sizin evinizdə tava ümumiyyətlə yoxdursa, yox əgər 18, 20, 22, 24 santlıq tavanız varsa, sadəcə keyfiyyətdə sizə xoş deyilsə və yaxud da ki, siz zaten dəyişməyi planlaşdırırsınızsa, o zaman başqa. Alın, gülə-gülə istifadə edin, bol müştərilər qazanın, bol ruzu qazanın, nə xoş mənə. Amma yox əgər sizin evinizdə olan digər ölçülərdə olan 18, 20, 22 santlıq tavalar var, keyfiyyəti də sizi qane eləyirsə, onu dəyişməyə ehtiyac yoxdur. Yəni, mən bilirsiniz necə, əvvəl bu işə başlayanda o qədər böyük məbləğlər sərf eləmişdim ki, mən o məbləğləri demək olar ki, bugünə qədər də çıxarda bilməmişəm. Ona görə lazım deyil, əzizlərim. Yəni, mən sizə məsləhət görürəm ki, siz ilkin etapda, ilkin bu işə başlayanda əlinizdə olan avadanlıqların, əlinizdə olan alətlərin belə funksiyasından, keyfiyyətindən maksimum dərəcədə yararlanın.
qazandıqca yavaş-yavaş siz istəsəniz tavanı da dəyişərsiniz, ölçüsünü də dəyişərsiniz, alətlərinizi də daha çox professional, yəni alətlərlə əvəz eləyərsiniz. Əsas odur ki, bu günləri sizin əlinizdə nə varsa, onu da istifadə eləyin. 24 saatlıq tavanı mən sizlərə nəyə görə çox tövsiyə eləyirdim? Çünki müştərilərin əksəriyyəti 24 diametrdə olan yuxalara üstünlük verir. Ona görə ki, onlar bəzən olur həmin yuxa böyük olduğuna görə kiçik ölçüdə içlikli bilinciklər hazırlaya bilirlər. 2 yerə bölüb, elə bil ki, bir yuxadan 2 içlikli bilincik hazırlaya bilirlər. Amma balaca ölçüdə olanda onlar yalnız bir yuxadan bir ədəd, yəni içlikli bilincik hazırlaya bilirlər. Amma sizdə yoxdursa, yenə də deyirəm, problem eləməyə ehtiyac yoxdur. Siz sadəcə olaraq müştərilərə öz tavanınızın diametrinə uyğun təkliflərlə müştərilərə xidmət göstərə bilərsiniz. Siz məsələn 18 diametri olan yuxanı 60 ədədini 15 manata təklif eləyə bilərsiniz. 20 santlıq diametri olan yuxanın 50 ədədini 15 manata təklif eləyə bilərsiniz. 22 santlıq diametri olan yuxanın 45 ədədini məsələn 15 manata təklif eləyə bilərsiniz. Yəni baxın öz diametrinə uyğun tavanın dediyim qaydada təkliflərlə çıxış eləsəniz müştərilər qarşısında, mənə elə gəlir ki, zamanla yəni dəyərləndiriləcək. Bilirsiniz necə, ölçüsü balacadır, amma sayı çoxdur. Yenə də həmin zəhmət sərf olunacaq, yenə də həmin vaxt sərf olunacaq, yenə də həmin ərzaqlar sərf olunacaq və həmin qədər də yəni ərzaqlar sərf olunacaq. Ona görə dediyim odur ki, qiyməti aşağı salana qədər diametrinə uyğun olaraq siz sayını artırın, amma qiymətini saxlayın. Çünki qiymətini salsaz qazancınız çox az olacaq. Qazanc da az əldə etdikcə zaman-zaman ruhdan düşəcəksiniz, psixoloji olaraq gərgin vəziyyətə düşəcəksiniz. Bilirsiniz necə, xərcinizlə zəhmətiniz baş-başa gələndə, qazancınız qalmayanda bu həm maddi sizə ziyan eləmiş olur, həm mənəvi sizə ziyan eləmiş olur, həm də psixoloji ziyan etmiş olur. Ona görə əzizlərim, bu sıxıntılardan özünüzü qorumaq üçün maksimum dərəcədə müştərilərə çox cəlbedici təkliflərlə, dediyim qaydada təkliflərlə çıxış eləsəniz, mənə elə gəlir ki, zamanla müştərilər tərəfindən dəyərləndiriləcəksiniz. Yenə də nəsə sualınız olsa bu diametrinə aid yuxaların şərh bölməsində yazın, qeyd edin, sevə-sevə cavablandıracağım əzizlərim. Digər bir sualsa o idi ki, yuxanı bir ədədlə soruşurdunuz əzizlərim. Gəlin belə deyək, biz lavaş yuxasını, belə deyək, lavaşın özünü marketdə, iaşə obyektində satılarkən ədədlə satıldığını görmüşük? Yox. Ona görə də hesab eləyin ki, bu da lavaş yuxasının bir növüdür də. Lavaşın ədədi bir ədədlə satılmırsa, minimum 10 ədəd olaraq təklif olunursa, nəyə görə biz onda krep yuxasını ədədlə satmalıyıq? Ədədlə satmaq ümumiyyətlə yəni heç kəsə sərf eləməyəcək. İstər içlikli olsun, istər içliksiz olsun, onu ümumiyyətlə yəni ədədlə satmağı qətiyyən düşünmürsünüz. Xahiş edirəm. Yəni bu səhvləri eləməyin. Sonra çox böyük həm maddisel olaraq yəni ziyana uğramış olacaqsınız, həm də fiziki olaraq zəhmət çəkəcəksiniz, amma bəhrəsini görməyəcəksiniz. Allah qorusun. Mən isə onu heç istəmirəm. Çünki mən istəyirəm ki, bu kanal vasitəsilə siz maksimum dərəcədə mənim təcrübələrimdən, mənim biliklərimdən faydalanasınız. Baxın, minimum 10 ədədlə siz sifarişi qəbul edə bilərsiniz. Yalnız əgər iaşə obyektləri ilə sizin əməkdaşlığınız varsa, hər hansısa bir marketlə, dükanla bir əməkdaşlığınız varsa, hər hansısa bir şirkətlə əməkdaşlığınız varsa, tutaq ki, məsələn, siz hansısa şirkətlə əməkdaşlıq edirsiniz, gün ərzində onlara 200 ədəd yuxa təklif edirsiniz və yuxanı istədiyiniz, yəni dediyim qaydada da o şərtlərə uyğun olaraq qiymətləndirmə də qoya bilərsiniz, dəyər qoya bilərsiniz. Sizə sərf eləyən, müştəriyə sərf eləyən qaydada da ortaq məxrəcə gəlib qiymət qoya bilərsiniz. Yəni mən şəhərdə yaşayan, hər bir ərzağı mağazadan, marketdən alan insanların xərcini nəzərdə tutub bu qiyməti qoyuram, amma insan ola bilər ki, rayon yerində yaşayır, rayon yerində yəni bu sənətlə məşğul olmaq istəyir. Onun məsəl üçün südü həyətindən gəlirsə, yumurtası həyətindən gəlirsə, necə deyim, nə xoş mənə. Bu o deməkdir ki, onun xərci şəhərdəki yaşayan insanlara nisbətdə daha azdır və o daha aşağı qiymətə qoyur ki, yəni müştərilər qaçmasın, müştərilər xidmətlərindən istifadə eləsin. Əzizlərim, baxın, 10 ədədlə necə satmaq olur? İaşə obyektləri ilə əməkdaşlıq edirsiniz, 10 ədəd paketləyib Pingvin klublarında təklif edə bilərsiniz. Məsəl üçün 200 ədəd siz birinci yuxası verəcəksiniz bu günləri hər hansısa bir marketə, hər hansısa bir iaşə obyektinə. 10 ədədlə yəni paketləyib Pingvin klublarında təqdim edə bilərsiniz. Amma 10 ədəd siz o cür necə deyim, kraft qutusu, mən əvvəlcə göstərdiyim
videodakı kimi o qutudan, o lentdən, o vizit kartlarından istifadə eləyib və plus da onun içərisinə 10 ədəd yuxa qoyub müştəriyə təqdim eləyəsiniz, o ziyandan başqa bir şey deyil. Minimum 40 ədəd birinci yuxasının sifarişini qəbul eləyin ki, ziyana getmiş olmayasınız. Sizin də qazancınız olsun, həm də işinizi müştəri tanımış olsun. Yalnız sadəcə olaraq, məsələn, biz çox nadir hallarda, yəni mən öz təcrübəmlə çıxış edərək deyirəm ki, biz çox nadir hallarda olur ki, biz müştəri 30 ədəd cəmi cümlətanı yuxa istəyəndə, biz yalnız müştəri birinci dəfə bizə müraciət edərkən, bizi birinci dəfə kəşf edərkən, belə deyək, biz o güzəştli müştəriyə gedirik ki, müştəri bizim həm işimizdən xəbərdar olsun, həm bizim məhsulumuzdan xəbərdar olsun, həm də bizim xidmətlərimizlə tanış olsun, işimizin keyfiyyəti ilə tanış olsun. Amma ikinci dəfə müştəri artıq bizə müraciət edəndə biz nəvazişli şəkildə deyirik ki, biz minimum 40 ədəd yuxa sifarişini qəbul edirik. Olarmı ki, biz sizə bu səfər 40 ədəd birinci yuxasını hazırlayaq. Baxın, olarmı deyəndə çox vaxt müştərilər razılaşır. Yəni çünki 30 ədədin arasında 40 ədədin arasında 3 manat cəmi cümlətanı fərq olur və çox vaxt da müştərilər razılaşır. Sadəcə olaraq birinci dəfə məsələn 30 ədəd götürəndə belə qeyd edin ki, biz adətən 40 ədədlə olaraq, yəni siz əgər daha az diametri olan yuxaların sifarişini qəbul edəcəksinizsə, o yuxaların sayına uyğun olaraq yəni məlumat verməlisiniz müştərilərə. Mən 24 santla yəni danışıram. Siz isə digər qeyd etdiyim nüanslara uyğun olaraq cavablandıra bilərsiniz müştərinin istəyini. Məsələn, biz o zaman məsəl üçün qeyd edirik ki, biz adətən 40 ədəd götürürük, amma ilk sifarişiniz olduğu üçün biz sizə 30 ədədini hazırlaya bilərik. Razısınızsa ödəniş eləyin, sifarişinizi hazırlayaq. Bir də ki, əzizlərim, sifariş götürərkən nə badə ödəniş olmadan heç bir kəsin sifarişini qəbul eləməyin. Əgər tanıdığınız, bildiyiniz adamdırsa, o başqa məsələ. Amma ilk dəfə gələn, sizin heç vaxt tanımadığınız insandırsa, tam ödəniş olmadan qətiyyən yəni sifarişi qəbul eləməyin. Və yaxud da ki, sizə ola bilər ki, desin ki, siz hazırlayın, mən gələndə götürəcəm və gələndə götürərkən sizə ödəniş eləyəcəm. Əgər tanımadığınız insansa, yenə də deyirəm, təkrar müştəriyə bu güzəştə getmək olar, daha da yaxşı. Onda isti münasibət də yaranır arada, onda daha çox sizi seçim edir və sizin onu anlayışla qarşılamağınızı daha böyük rəğbətlə qarşılayır, daha böyük hörmətlə qarşılayır və sizə təkrar gəlməyə bir də buna həvəs yaradırsınız. Amma bir insan ilk dəfə sizi görübsə, sosial şəbəkədə sizi ilk dəfə kəşf edibsə, sizin heç vaxt onunla belə deyək də sifariş qəbul eləməmisiniz, onunla heç bir əməkdaşlığınız olmayıbdır. O insana risk eləməyin. Yəni dəfələrlə olubdur ki, bizə belə bir cəhdlər olunubdur. Məsələn, insan olub zəng edib ya yazıbdır ki, bizə 8 kilo dolma bükün, 10 kilo düşbərə bükün, 5 kilo 3 bacı dolması bizə lazımdır, amma qapıda ödəniş eləyəcək. Biz onu qətiyyən qəbul eləməmişik. Yəni o insanlardan bir balaca ehtiyatlı olmaq lazımdır. Yəni təcrübəsizlik etməyin də, yəni bir balaca belə deyək də tədarükli olun və bu şeylərə diqqət edin ki, yəni ziyana getməyəsiniz. Oldu mu əzizlərim? Bu belə. Qaldı ki, minimum 10 ədədlə bir də yalnız içlikli bilinçikləri əgər evdən sifariş götürürsünüzsə 10 ədəd təkcə yuxanı deyil. İçlikli bilinçiklər məsələn bizdə ətli bilinçiklərin ədədi 2 manat 50 qəpikdir. 10 ədəd götürəndə 25 manat edir. O zaman 25 manatda bizim qutunun da pulu çıxır, yuxalara da sərf olunan məhsulun pulu çıxır, ətin də yəni ki pulu çıxır. Az da olsa amma oradan qazanc qalır. Yəni qazancsız və ya da başa-baş gedən bir şey olmur. Amma içliksiz yuxaları isə evdən əgər hazırlayacaqsınızsa, sadəcə yəni müştərinin başqa heç bir sifarişi yoxdur, sırf 10 ədəd sizdən sifariş qəbul eləmək istəyirsə, bilinç yuxası istəyirsə, onu qətiyyən qəbul eləməyin. Bir də yalnız 10 ədədi evdən o zaman qəbul edə bilərsiniz ki, məsələn, müştəri sizə ballı tort istəyibdir, müştəri sizdən polfabrikat qidalar istəyibdir, müştəri sizdən doğğa bişirməyinizi istəyibdir, müştəri sizə salat sifariş veribdir. Məsələn, 5-6 dənə sifarişi var. Oradan sizin zaten qazancınız olacaq və bunların yanında sizə 10 ədəd də yuxa istəyibdir. O zaman da müştəriyə güzəştə getmək olar. O zaman. Amma yox, müştərinin heç bir sifarişi yoxdur. Yalnız sizdən 10 ədəd krep yuxası istəyirsə, qətiyyən ölçüsündən və sayından asılı olmayaraq, qiymətindən asılı olmayaraq belə az sayda sifarişi evdən qəbul eləməyin.
Çox-çox xahiş edirəm, bunları nəzərə alın ki, ziyana getmiş olmayasınız. Çünki mən burada sizin sırf qazanc əldə etməyiniz üçün çalışan və sizə sırf qazancınıza fokuslanan, qazanc əldə etməyiniz üçün yollar, yəni təqdim edən insanam və sizin ziyana getməyinizi qətiyyən istəmərəm. Çox xahiş edirəm, bu detallara diqqət edin və hər birini belə deyək də dəqiqliklə, yəni yaddaşınızda saxlayın. Bir də məsləhət görərdim ki, əgər siz ilk dəfə bu işə başlayırsınızsa və yaxud da ümumiyyətlə başlamısınız, sadəcə olaraq necə davam etməyinizi bilmək istəyirsiniz və bu kanal vasitəsilə inşallah ki, faydalı, yəni videolar davamlı olacaq, gələcək. Siz mənim sizə qeyd etdiyim bütün metodları, bütün təlimləri, bütün təcrübəmdən dolayı sizə verdiyim bütün təklifləri mümkünsə, əgər tənbəllik eləmirsinizsə, yazsanız, qeyd etsəniz daha yaxşı olar. Onda insanın həm yaddaşda yaxşı yazılır, həm də ki, insan gedib gəlib bir var ki, video baxarsan, bir də var ki, dəftəri vərəqləyirsən, baxırsan. Məsələn, mən təlimlərə qoşulanda hər zaman qeyd eləyirdim hər bir nüansı. Təzədən dərsə qoşulmağa imkan olmurdu deyə mən məcbur olub gəlib dəftəri açıb baxırdım və o mənim daha az vaxtımı alırdı. Həm də ki, yaddaşıma daha yaxşı yazılırdı. Yəni, vaxtınız varsa, imkanınız varsa, yazsanız, qeyd etsəniz nə çox fayda. Əgər yazmasanız da ki, mən buradayım, kanalı nə zaman istəsəniz açıb baxa bilərsiniz. Bu qədər. Sonra bizim digər suallarımızdan biri isə südlə bərabər nəyə görə su əlavə edirik? Əzizim, əgər bilincik xəmirinə tamamən su əlavə eləsək, o bilinç yuxası olmayacaq. Konkret olaraq xəşil olacaq. Nə onu tavadan qaldıra biləcəksiniz, nə çevirə biləcəksiniz, nə ümumiyyətlə o ələ gələn bir şey olmayacaq. Yəni, qətiyyən bu səhvi eləməyin. Bu heç lap alınsaydı da belə deyək, o sizə maddəsal olaraq sərf eləməyəcəkdir. Ona görə də su ilə südü belə deyək də bir yerdə krep yuxasına qatmağın başlıca səbəblərindən biri odur ki, yuxaya biraz sərtlik gətirir. Sərtlik gətirir ki, biz onu çevirə bilirik tavadan, biz onu rahat şəkildə tavanın üzərinə əlavə eləyib qızarda bilirik. Amma südlə olsa qətiyyən qızarmır. Yəni, konkret olaraq qarşı olur, ələ heç nə gəlmir. Həm xəmirinə sərtlik gətirir, həm də göyərməsini deyiblər əksəriyyət ki, süd qatmayanda, yalnız yarı-yarıya da belə deyək, südlə, su ilə əlavə eləyəndə daha çox xəmirin rəngi göyərir. Xəmirin rənginin göyərməməsi üçün də biz sarı kök əlavə edirik və göyərməsinin qabağını alırıq, özümüzü straxovka edirik, özümüzü sığortalamış oluruq. Amma yalnız südlə krep yuxasını hazırlayanda belə isti havalarda hədsiz dərəcədə çox qısa bir müddətdə, hətta necə deyim sizə, 2-3 saatin ərzində xarab ola bilər. Birincisi, yuxalar alınmayacaq. İkincisi də cəhd eləsəniz belə, ola bilər ki, yumurtasını çox eləyəsiniz, məsələn, tutaq ki, orada 7-8 ədəddir, siz vurasınız həmin o məhlula 12, 13, 14 ədəd yumurta, bəlkəm onda alına bilər. O da ki, yəni mənim üçün ağla sığmaz, yəni inanmıram ki, alınsın. O da bəlkəm ola bilər ki, alınsın. Yenə də bütün krep yuxasını su ilə deyil, konkret olaraq südlə hazırlamağınız yayda xüsusilə həddindən artıq çox təhlükəlidir. Həm çox tez xarab olur, həm tez rəngi dəyişir, həm tez dadı dəyişir, həm çox keyfiyyəti tez ölür. Amma su isə onu hardasa azdan çoxdan onu belə deyək də təravətli saxlamasına səbəb olur. Birdən düşünərsiniz ki, 50-60 ədəd bişirim, məndə bir növ ehtiyatda qalsın, sifariş gələn kimi mən elə soyuducudan çıxardım verim. Əsla belə bir şey eləməyin. Çox-çox xahiş edirəm. Qida məhsullarına ümumiyyətlə çox ehtiyatla davranmağınızı mən sizə təkidlə xahiş edirəm. Qətiyyən qida məhsuluna məsuliyyətsiz yanaşmayın. Həm onun gigiyenik təmizliyinə, həm ərzaqlarınızın təbiiliyinə, təravətinə, keyfiyyətinin çox yaxşı olmasına hədsiz dərəcədə önəm verin. Çünki bu qida sahəsidir və insan orqanizmasına gedir və bunun məsuliyyəti 2 qat, 3 qatdır. Ona görə çox xahiş edirəm, bu şeylərə diqqət edək, bu şeylərə çox ehtiyatla yanaşaq. Qaldı ki, süd məhsulları olmasa, yuxanın rəngi göyərəcək deyən insanlar var idi. Əzizlərim, kulinarlar belə, yəni istəsəniz ətrafınızda kulinarlar varsa, kulinar da bu arada şirniyyat bişirən aşpazlara deyilir.
Əgər ətrafınızda kulinarlar varsa, onlardan da yana maraqlana bilərsiniz. Allahın belə deyək də pudinqini belə yayda su ilə hazırlayırlar ki, birdən xarab olmasın. Süddən hətta kulinarlar isti havalarda dəhşətli dərəcədə çox qorxurlar. Sərin havalarda hardasa azdan çoxdan belə deyək də havanın sərinliyi ilə kompensasiya edə bilirlər. Amma isti havalarda isə südün dadı o qədər yəni qısa bir müddətdə dəyişən bir məhsuldur ki, o qədər keyfiyyətini qısa bir müddətdə öldürən bir qidadır ki, ondan hətta kulinarlar belə yayda istifadə etməkdən ehtiyat edirlər. Ona görə krep yuxasını yenə də bilməyən insanlar üçün bu videonun altında yerləşdirəcəm. Mən sizə orada necə qeyd eləmişəm, o cürdə sizin hazırlamanızı məsləhət görürəm. Yəni su əlavə etməkdən qətiyyən qorxmursunuz. Sadəcə olaraq orada suyu bir balaca tam qaynar da deyil, amma tam soyuq da deyil. Ev temperaturundan bir balaca yuxarı olmalıdır temperaturu. Bir balaca belə deyək ki, ələ isti fason dəyməlidir, qaynar dəyməməlidir. İsti su ilə, yəni qarışdırmalısınız ki, nəticəsi ürəkaçan olsun, nəticəsi qəşəng olsun. Həm sizin ürəyinizcə olsun, həm də ki, müştərilərin ürəyincə olsun. Digər suallardan biri də o idi ki, izləyicilər arasında görəsən mən başlasam uğurlu alına bilər. Əzizlərim, qida sahəsi ən insana qazanc gətirən sahədir. Nəyə görə? Çünki biz bir paltarı aylarla, illərlə geyinə bilərik. Bir aksesuarı aylarla, illərlə taxa bilərik. Bir əşyadan ümumiyyətlə aylarla, illərlə istifadə edə bilərik. Amma qida elə bir sahədir ki, hər gün insanın ona tələbatı var. İstər onun bilinç yuxası olsun, istər onun digər sifarişləri olsun, şirniyyatı olsun. Yəni fərq eləmir. Qidadırsa hər gün istifadə olunan ərzaqlardır da. Yəni istifadə olunan bir vasitədir ki, insan sabaha salamat çıxsın və yaşasın, səhərini də sağlam açsın, salamat açsın. Ona görə qida sahəsi bütün açılan bizneslər içərisində mən deyərdim ki, ən gəlirlisidir. Əgər məsələn siz başqa bir sahədə fəaliyyət göstərirsinizsə, mən sizə demirəm o sahəni konkret olaraq dayandırın, sırf gəlin belə deyək də caterinqlə məşğul olun. Qətiyyən xeyr. Əgər siz bacarırsınızsa, nə xoş mənə ki, siz həm o sahədə fəaliyyət göstərə bilirsiniz, həm də ki, bu sahəni özünüz üçün inkişaf elətdirə bilirsiniz və bu sahədə də müştərilərə xidmət göstərə bilirsiniz. Əzizlərim, əgər paralel bir neçə biznesinizi idarə edə bilərsinizsə, bunun üçün heç bir problem yoxdur. Yəni catering sahəsində olsaq da durum deyim ki, mən belə deyək də, hər gün bizim müştərilərimiz var, başımızı qaşımağa vaxtımız yoxdur. Hər gün biz dolu-dolu müştərilərlə yəni işləyirik, xidmət göstəririk. Əsla belə deyil. Bizim də bəzən olur ki, bir həftə, 10 gün müştərimiz olmur. Məsələn, Novruz bayramı ərəfəsində, yeni il ərəfəsində demək olar ki, Bakıda adam qalmır. Çox az sayda adam qalır və çox az bizim sifarişlərimiz ola bilir. Ona görə bacara bilsəniz, bir neçə sahəni, yəni paralel olaraq, xidmət olaraq göstərin. Hər hansısa bir sahədən sizə təklif gəlsə, hər hansısa bir sahədən sizə müştəri gəlsə, nə xoş mənə. Yəni qazancınızdır ki, itkiniz deyil. Xidmətə başlayarkən də, təklifə başlayarkən də sırf krep yuxası ilə başlayıb durmayın. Əgər məsələn siz qəşəng ballı tort bişirə bilirsinizsə və yaxud da ki, hər hansısa bir keks bişirə bilirsinizsə, hər hansısa bir şirniyyat bişirə bilirsinizsə, ümumiyyətlə əlinizdən gələn hər hansı yaxşı bir alınan yemək varsa, təam varsa, onunla da yəni çıxış eləyə bilərsiniz. Onunla da müştərilərə xidmət təklif eləyə bilərsiniz. İnşallah ki, dəyərləndirilər. Qaldı ki, digər suallardan biri də o idi ki, mən bu işi başlamışam, amma satış edə bilmirəm. Bəs mən necə edim? Və yaxud da ki, ümumiyyətlə yaxşı bişirə bildim. Bəs bunun satmağına hardan başlayım, necə eləyim? Əzizlərim, mənim illər ərzində ruslardan və ingilislərdən aldığım satış üzrə təlimlərim var ki, mən o təlimlərə belə deyək, ətək-ətək pul vermişəm və xeyrini də görmüşəm. Təcrübəmdə istifadə elədiyim metodlar və təcrübəmdə mənə müştəri qazandıran metodları, təcrübələri mən sizinlə xüsusilə ayrı bir video hazırlayacağam və xüsusilə ayrıca bir çəkiliş eləyəcəm. Bunun üçün mənə sadəcə olaraq sizin motivasiyanız lazımdır. İnşallah niyyət eləmişəm ki, Allahın izni ilə bizim bu YouTube kanalımız 10.000 nəfərə çatanda mən o 5.000 manata yaxın hardasa kişi məni boşayacaq. 5.000 manata yaxın pul sərf elədiyim təlimləri tam təmənnasız bu kanal vasitəsilə sizlərə sevə-sevə keçəcəm. Amma çox-çox xahiş edirəm bu videoları paylaşmağı,
fikirlərinizi, düşüncələrinizi mənə yazmağı, suallarınızı bu videonun altından qeyd etməyinizi çox istəyirəm. Çalışacağam ki, mütləq o qeydlərinizə, o suallarınıza, sizi düşündürən nüanslara cavab verim. Amma sırf satışa aid olan bilgilər isə çox geniş bilgi olduğuna görə mən məcburam ki, onu xüsusilə böyük bir video hazırlayım və sizinlə paylaşım. Bir də bir şeyi xahiş edəcəm sizdən. Bəziləriniz yazmışsınız ki, bu video biraz geniş olsaydı daha yaxşı olardı. Amma mən sizi yormamaq üçün bacardığım qədər çox qısa istəyirəm ki, bu təlim xarakterli videolarımı hazırlamaq. Əgər sizə narahatçılıq olmazsa, əgər sizin üçün yorucu olmazsa, videolarımın daha geniş və yaxud da ki, daha qısa formada hazırlamağımı istəyirsinizsə, fikrinizi mənimlə bölüşsəniz çox şad olaram. Mən də gələn videolarımı sırf sizin istəyinizə uyğun hazırlayaram. Qaldı ki, satış texnikalarına və satış belə deyək də hiylələri deyirlər ona. Satış hiylələri üçün mən xüsusilə böyük bir video hazırlayacağam inşallah. Geniş bir mövzuda danışacağam inşallah. Mən hətta bu videonun ardıca həmin videonun çəkilişini eləyəcəm. Həmin təlimin çəkilişini eləyəcəm ki, əlimin altında olsun. Hər hansı ehtimala qarşı bilmək olmaz. Bəlkə bir həftəyə 10.000 olduq, bəlkə 10 günə 10.000 olduq. 10.000 olan günü mən həmin videonu sizinlə sevə-sevə paylaşmağıma söz verirəm. Əsas odur ki, paylaşın, sona qədər kanalımda qalın, sona qədər dərslərimi izləyin, faydalanın və sizə qaranlıq qalan sualları şərh bölməsində yazın. Mən də bacardığım qədər cavablandıracağam. Bu günlük bura qədər. Sevirəm sizi, yaxşı ki varsınız və dəstəyinizi hər zaman gözləyəcəm. Dəstəyiniz mənim üçün çox önəmlidir, çox dəyərlidir. Ümid edirəm ki, bugünkü videomuz da sizin üçün çox faydalı oldu. İnşallah ki, gələn videoda, gələn dərslərdə, gələn təlimlərdə görüşmək ümidi ilə sağ olun, Allah'a əmanət olun, sağlıqlı qalın.